Ev almaq istəyən bir vətəndaş yaxınlaşdığı MTK-lardan birində mənzillərin keyfiyyətsiz materiallarla tikildiyini iddia edib. Onun paylaşdığı görüntülərdə mənzilin arakəsmə divarının necə uçurulduğu dəqiq görünməsə də, görüntünü yayan şəxs bildirir ki, divara sadəcə bir barmaqla toxunduqda kərpiçlər yerə dağılıb. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəs həqiqətən də saray MTK-da mənzillər keyfiyyətsiz materiallarla tikilir? Suala əməkdaşımız cavab axtarıb. Gəlmişdim bura, bir dənə ev ipotekaya götürəm. Bu divara əl vurdum, divar uçdu. Divara bax, əl vurdum, uçdu. Biraz ehtiyatlı olun. O stolu, nə bilim, şkafı zat çəkəndə divara çox möhkəm vurmuyor. Belə olar. Ola bilər qıvatla, zadla, nə ilənsə vurub, təzə hörülmüş hörgüdür də uçurdub. Vətəndaş ev almaq məqsədilə daxil olduğu mənzilin keyfiyyətsiz materiallardan tikildiyini iddia edir. Yayılan görüntülər Abşeron rayonu Saray qəsəbəsində yerləşən Saray MTK-ya məxsus yaşayış kompleksində çəkilib. Təzə tikilən bina. Amma lay getdi yerə divar. Görürsünüz, millət. Ehtiyatlı olun biraz. Nəysə, buradan ev almağa dəyməz. Sözcüdən mənzili tapdıq. Məlum oldu ki, həqiqətən də mənzilin ara divarları uçurulub. Lakin MTK-nın əməkdaşı iddia edir ki, videonu çəkən şəxs mənzilin arakəsmə divarını əli ilə deyil, başqa vasitə ilə məqsədli şəkildə uçurub. 6-cı mərtəbə olan mənzilimizə girib uçurdub. Uçurdub, orada əlində əlcək də var, əlcək də düşüb orada. Onun əlində əlcək, o əgərləri elə itəliyib uçurdubsa əgər, o əlcək onun əlində hardandır? Əlində də əlcək var. Onun məqsədi nə olub biz bilmirik. O divar onda uçar ki, proyektlər dəyişiləndə mənzil yiyəsi alır mənzili, proyektin dəyişərsə, onda vurur qıvatla, zadla uçurdur, yerində başqasını tikir. O da iddia olunur ki, bəzi MTK rəhbərləri tikinti zamanı az pul xərcləməklə belə yollara əl atırlar. Vətəndaşın iddiasına görə mənzil almaq istədiyi bu binaya daxil olaraq elə hazırda olduğumuz bu mənzilin ara kəsməsini bir toxunuşla uçurur. Və uçurulmuş divar bir neçə gün öncə yenidən hörülüb. Bəs həqiqətən MTK-larda mənzillərin ara kəsməsində istifadə olunan kərpic və sement o qədər keyfiyyətsizdir ki, bir toxunuşla onu uçurmaq olur. Bizim divarların keyfiyyətsizliyi yoxdur. Bax, bu divarın keyfiyyəti budur. Gəlsin bunu mənim yanımda, əllə uçursun. Bax, bu divarı yelləyək, vıraq, uçurdaq. Onun əlində alət olub ki, o alətlə o qurulmuş işlərdir. Uçurdub, sonra başlayıb, çəkib, atıblar. Prinsip məsələsi ola bilər. Bəs binaların tikintisi zamanı mənzillərdə istifadə olunan materiallara MTK rəhbərliyi yoxsa mənzil sahibi cavab verdi? MTK-lar tərəfindən belə hallarla biz ona görə üzləşirik ki, burada iş növbədə insanların deməli yaşayışına fəsad törətməyəcək amil yox, ekonomik bir amil nəzərə alınır. Öndə tutulur ki, yəni ucuz başa gəlsin, vəsait az xərclənsin. Ekspertlər onu da deyir ki, çox mənzilli binalarda tikinti normativlərinin pozulması təkcə mənzillərin arakəsməsində deyil, eyni zamanda binaların eyvanlarında da müşahidə olunur. Yaşayış olmasına baxmayaraq istismara təhvil verilməyən binalardasa belə çatışmazlıqlar sonradan MTK-lar və sakinlər arasında mübahisələrə səbəb olur. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.